Xəbər verdiyimiz kimi, Şabranda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Baş verən qəzada ölənlərin kimliyi məlum olub. Qəzada həlak olan Sabirabadın Ulacalı kənd sakini 2002-ci il təvəllüdlü Zeynalzadə Akif Səbayət oğlu və onun həyat yoldaşı Zeynalzadə Dinara olub. Onların bir övladları var. Dinara Zeynalzadə ikinci övladına hamilə olub. Əlavə eləyək ki, Akif Zeynalzadə Vətən müharibəsi qazisi idi. Qeyd eləyək ki, Azsement markalı minik avtomobili və Renault markalı yük avtomobili toqquşub. 2 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan 2 nəfərin meyti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.